Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Bu videoda 2024 sınaq 1-in izahını verəcəm. Sual 31. Göstərənlərin aid olduğu şəhəri xəritədə müəyyən edin. Sacı və Salarilər dövlətinin paytaxtı olmuşdur. 15-ci əsrin ikinci yarısında Səfəvlərin dini siyasi mərkəzi idi. Uşaqlar, söhbət Ərdəbildən gedir. 3 ərazisidir. Ona görə cavab B variantı götürəcəyik. Ümumiyyətlə Ərdəbil 3 feodal dövlətimizin paytaxtı olub. Sacı, Salarilər, bir də Rəvvadilərin. Sual 32. Cədvəldəki hansı hadisələrin yeri dəyişdirilərsə, xronoloji ardıcıllıq düzgün alınır. Baxaq, 1258 Dəyilxanilər dövlətinin yaradılması, Monqolların ilk yürüşü 1220-ci il götürəcəyik, Bəndərin başçılığı ilə Gəncə üsyanı 1231 götürəcəyik, Şirvanşah 1-ci Axıstanın Bakı paytaxtı köçürməsi 1192 götürüləcək, Toxtamışı da 1385-ci il olacaq. Uşaqlar, baxırsınız 1258 gəlməlidir, sonra 1385. Yəni 1 ilə 4-ün yeri dəyişilərsə, xronoloji ardıcıllıq uyğun gələcək. Ona görə 32-də Y variantı götürürük. Uyğunluq pozulmuşdur. Heyvanların əhləşdirilməsi başlandı mezolit dövründə, düzdür. İlkin şəhər mərkəzləri yarandı Tunc dövründə, bəli, Orta Tunc dövrü, düzdür. İbtidai incəsənət meydana gəldi Paleolit dövrü, üst Paleolitdə, düzdür. Əkinçilikdə toxadan istifadə edilirdi, eneolitdə, düzdür. Neolitdə var idi, eneolitdə daha geniş istifadə edilmişdi. Səhhkarlıq müstəqil sahəyə çevrilir, neolitdə səhvdir. Niyə? Çünki bu ikinci ictimai əmək bölgüsüdür, bu da Orta Tunc dövrüdür. Cavab 33-də Y variantı oldu. 34-də baxaq. Eldənizlər, Hülakülər və Cəlalilərin hakimiyyətinə son qoymuş tarixi şəxsiyyətlərin ardıcıllığını müəyyən eləyin. Baxaq. Deməli, ilk öncə birinci Eldənizlər. Eldənizlərə son qoymuşdu Xarəzmşah Cəlaləddin, Hülakülərə son qoymuşdu Canı bəy, Cəlalilərə də elə Qara Yusif. Elə uşaqlar, cavab C variantıdır. Birincisi, düzdür. 1225-də, 1357-də, Cəlalilərə də 1410-cu ildə son qoyulub. Uyğunluğu müəyyən eləyin. İslahat, bir də nəticələri. 1870-ci il kəndli islahatı, kəndli pay torpağını satın ala bilərdi. Bəli, bu düzdür. Yəni burada uyğunluq pozulmayıb. 1878 şəhər islahatı milli dini ayrı seçkiliyə son qoydu. Xeyr, aidiyyatı yoxdur. Bu şəhər islahatıdır. Ayrı seçkiyə son qoyulmur. Sadəcə yerli əhali seçib seçilmək, yəni seçmək və seçilmək hüququ alır. 1865 əsasnaməsi torpaqlar bəy və ağaların mülkiyyətindən çıxdı. Xeyr, sadəcə deyir ki, belə deyim də, sahibkarın kəndli üzərində olan həmin o polis hüququ, yəni məhkəmə hüququ ləğv edilir. Yalnız bunu deyir. 1866 islahatı bütün təbəqələr üçün ümumi məhkəmələr yaradıldı. Bəli, düzdür. Cavab burada olacaq Y variantı. Yəni 35-də 7, 1, bir də 4. 36. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Misir və eramızın 3-cü əsrin əvvəllərində Çin tarixinə aid oxşar cəhət. Uşaqlar, burada Y variantı olacaq. Nəyə görə? Çünki baxın, 1-ci minillikdə də Misir zəifləyir, parçalanır və yürüşlərə məruz qalır. Eramızın 3-cü əsrin əvvəllərində də hansı ki biz deyirik axı 184-də sarı-sarıqlar başlayır, 20 il davam edir, sonra Xan sülaləsi zəifləyir və Xan sülaləsindən sonra artıq biz deyirik ki, ölkə Çin ayrı-ayrı hissələrə parçalanır. Dövlət sərhədlərinin genişləndirilməsidir. Xeyr, bu məsələn Misirdə eramızdan əvvəl 2-ci minillikdədir. Çində də Sinşuxan götürə bilərik. Yəni bu dövlət sərhədlərinin genişləndirilməsinin aidiyyatı yoxdur. Paytaxtın yeni şəhərə köçürülməsidir. Xeyr, Misirdə Fivdə eramızdan əvvəl 2-ci minillikdə. Quldarlıq quruluşunun dağılması. Xeyr, hər ikisində də həmin dövrlərdə quldarlıq quruluşu var idi. Hakimiyyətə yeni sülalənin gəlməsi. Xeyr, belə bir şey də yox idi. Ona görə Y variantı götürürük. Sual 37. Osmanlı sultanı 1-ci Süleymanın hakimiyyət dövrünə aiddir. Sultan Süleymana aid olanları müəyyən eləyəcəyik. Gəlin baxaq. Habsburqlara qarşı Fransa ilə ittifaq qurması, bəli, doğrudur. Kipr adasının fəth edilməsi, xeyr, Sultan Süleymanda deyil, daha sonra olmuşdur Səlim dövründə. Həmədan yaxınlığında Səfəvlər tərəfindən məğlub edilməsi, bəli, Həmədan yaxınlığında Səfəvlər tərəfindən məğlub edilmişdi. 1535-ci ildə Sultan Süleymanın 4 dəfə yürüşü olmuşdu. Həmin yürüşlər dövründə bu ifadəni deyəcəyik. Deməli, Sultan Süleymanın hakimiyyət dövründə Misir Məmlük Sultanlığına son qoyulması, xeyr, Səlimdədir. Viyana şəhərinin ələ keçirilməsi, xeyr, Viyana şəhərini mühasirəyə alır 1529-cu ildə, amma uğursuz olur. Ona görə də burada B variantı götürəcəyik. Yəni 1 və 3. Sual 38. Eramızdan əvvəl 5-ci əsrə aid deyil. Uşaqlar, burada götürəcəksiniz B-ni. Niyə? Romanın Aralıq dənizinin şərq sahilləri uğrunda mübarizə aparması eramızdan əvvəl
İkinci əsr götürəcəksiniz. Qərb sahilləri üzərində mübarizə aparılması da düzdür. İkinci əsrdə 3-də başlayır, 2-də bitir. Aralıq dənizin şərq sahilləri uğrunda mübarizə aparılması da eramızdan əvvəl 2-ci əsrdir. Qalan yerdə nə görürsünüzsə, mübarizənin hamısı eramızdan, ümumiyyətlə baş verən hadisələrin hamısı eramızdan əvvəl 5-ci əsrə aiddir. Vətəndaşların iştirakını biz bilirik ki, Periklin dövründədir, 5-ci əsrdir. Romada ilk yazılı qanunlar toplusu, bu da 5-ci əsrdir. Yunan şəhər dövlətinə həmənlərə qarşı mübarizə aparması, o döyüşlərin hamısını yadınıza salın. 479-480-ci illərdə Salamin, Fermopil döyüşləri olsun. Afina ilə Sparta arasında 431-404 olduğuna görə o da 5-ci əsrdə. Yəni burada B variantı götürəcəksiniz. Sual 39. Eramızda, daha doğrusu 16-cı əsrin birinci yarısından fərqli olaraq ikinci yarısında Səfəvilər dövləti üçün səciyyəvidir. Xidmət müqabilində tiyil torpaqlarının paylanması uşaqlar bu niyə fərqli cəhət olsun ki? Bu 16-cı əsrin birinci yarısında da var idi, ikinci yarısında da var idi. Ona görə bunu götürmürsünüz. Şirvanda Dərbəndlər sülaləsinin hakimiyyətinə son qoyulması bu ikinci yarısından fərqli olaraq 16-cı əsrin birinci yarısına aiddir. Çünki 1538-dir, əksi olmalıdır. Bunu da götürmürsünüz. Osmanlı qoşunlarının Təbriz şəhərini ələ keçirməsi bu oxşar cəhətdir. Niyə? Sultan Səlimin də dövründə var. Məsələn, 3-cü Muradın da, Sultan Süleymanın da dövründə var. Bu oxşar cəhətdir. Yəni bunu daha doğrusu götürmürsünüz. Həm 16-cı əsrin birinci, həm də ikinci yarısında var. Xorasan uğrunda Şeybanilər dövlətindən mübarizə, bunu da götürmürsünüz. Niyə? Məsələn, Şah İsmail 1510-da Mərv döyüşündə mübarizə aparmışdı. Şeybanilər 1599-cu ildə mübarizə aparılmışdı və yaxud da 16-cı əsrin 80-ci illərində mübarizə aparılmışdı Xorasan uğrunda. Yəni bu oxşar cəhətdir. Mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyin yaradılması cavab budur. Nəyə görə? Çünki 1593-cü ildə Şah Abbas tərəfindən yaradılmışdı, amma 16-cı əsrin birinci yarısında belə bir ifadə vermirik. Ona görə də 39-da cavab olaraq götürəcəksiniz Y variantı. 40. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycana aid deyil. Rus kəndlilərin köçürülməsi 1830-cu il olduğuna görə bu aiddir. Bizə aid plusları qoyacağam, ən sonunda minusları götürəcəm. Çünki bizə aid olmayanları istəyir. Neft yataqlarının hərrac yolla satılmağa başlanması elə bu aid deyil. Niyə? Çünki 1872-dir. Qazma işində əl əməyinin buxar mühərrikləri ilə əvəz edilməsi bu 19-cu əsrin ikinci yarısında 70-ci illərdir. Bunu da götürəcəyik. Millətin təşəkkülü prosesinin baş verməsi bu da 19-cu əsrin ikinci yarısında, bunu götürəcəyik. Müxtəlif çəki ölçü pul sisteminin mövcud olması bu var idi 19-cu əsrin birinci yarısında. Niyə? Çünki 1839 hələ 40-cı illərdə dəyişəcək. Ruslar rublu belə deyim, rubla keçəcək və vahid bazar yaranacaq. Bu 19-cu əsrin birinci yarısında var idi. 40-da B variantı götürürük. 2, 3, 4. 19-cu əsrin ikinci yarısına aiddir. Birinci yarısına aid deyil. Sual 42. Qərbi Qaraxanlı və Atabəylər dövləti üçün oxşar cəhəti müəyyən eləyəcəyik. Böyük Səlcuq imperiyasının parçalanması nəticəsində yaranmaları xeyir, belə bir şey yoxdur. Xarəzmşahlarla mübarizə aparılması, bəli uşaqlar, elə bu var. Niyə? Çünki Xarəzmşah Cəlaləddin Atabəylərə son qoyulub, Qərbi Qaraxanlıya da elə Xarəzmşahlar son qoyulub. Ona görə B variantı götürülür. Şirvanşahlar dövlətinin asılı hala salınması Atabəylərdə var, amma Qaraxanlıda yoxdur. Paytaxt şəhərlərinin birinin Həmədan olması Atabəylərdə var, Qaraxanlıda yoxdur. Monqol yürüşləri nəticəsində süqut etməsində heç birini götürmürük. Ona görə 42-də variant olaraq götürürük B variantını. Göstərilənlər aiddir. Böyük Britaniya xarici siyasətinə ən uğursuz addımlarından biridir. Avropa müharibə ocağının alovlanmasına şərait yaratmışdı. Uşaqlar, birbaşa deyəcəm, bu Münhen söhdələşməsidir. Çünki Hitleri sakitləşdirmədən əksinə biraz da Lord Ledesey qızışdırdı. Nəyə görə? Çünki artıq geniş ərazilər tutdu. Ondan sonra özlərinə almanların yaşamadığı bölgə, hətta Çexoslovakiyanı gedib işğal elədilər. Güya sakitləşdirmə eləmək istəyirdilər, alınmır. Ona görə xarici siyasətdə ən uğursuz addımlarından biri sayılır. 44. Cənubi Qafqaz Komissarlığı, Cənubi Qafqaz Seymi, Azərbaycan Xalq Cümhuriyyəti və ortaq cəhət olaraq da 4 hamısına aid olan fikri götürəcəyik. Gəlin baxaq. Deməli, Tiflis şəhərində fəaliyyətə başlamışdı. Unutmayın, baxın, bunların hər biri, hətta Cənubi Qafqaz Komissarlıqdır, Seydi, komitədir, hamısı, hətta Azərbaycan Xalq Cümhuriyyətinin özü də Tiflisdə başlamışdı. Amma bir şeydə diqqətli olun. Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə fəaliyyətə başlasa da, amma paytaxtı Tiflis olmayıb, çünki o Gürcüstanın paytaxtı idi. Ona görə də A-nı götürəcəyik hamısına. Sonra özünü müstəqil Cənubi Qafqaz Demokratik Federativ Respublikası elan etmişdi. Bu Seymə aiddir, hətta Osmanlının təkidi ilə olmuşdu. Sentrokaspi diktaturası ilə hərbi toqquşmanın baş verməsi bu AXC dövründədir. Biz bilirik, hansı ki, Bakı Xalq Komissarlığı Soveti süqut etdi, sonra Sentrokaspi diktaturası yaradıldı. Bakı tutulandan sonra o da ümumiyyətlə dağılır.
Sonra deməli Ərzincan müqaviləsini imzalamışdı. Ərzincanı imzalayan Osmanlı ilə Cənubi Qafqaz Komissarlığıdır, bir ədəyini götürürük. Osmanlı dövləti ilə diplomatik danışıqlar aparmışdı. Uşaqlar, Osmanlı ilə diplomatik danışıqların aparılması hamısındadır. Ona görə A ilə Y ortaqdır. Niyə? Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti biz bilirik ki, Batum müqaviləsini imzalayıb. Cənubi Qafqaz Komissarlığı indi dediyi Ərzincan müqaviləsini imzalamışdı. Cənubi Qafqaz Seymi məsələn özünü çıxıb Cənubi Qafqaz Demokratik Federativ Respublikası niyə elan eləyir? Trabzon konfransından sonra. Yəni Osmanlı deyir, get özünü müstəqil Rusiyadan asılı olmayan bir qurum elan elə, sonra gəl qabağıma. Yəni bir sözlə o oxşar cəhət olaraq götürülür. Ona görə də uşaqlar 44-də variant olaraq götürəcəyik Y variantını. Sual 45. Daha əvvəl baş vermişdi. Alban hökmdarlarının öz pullarını kəsilməsini götürəcəksə eramızdan əvvəl 3-cü əsr. Roma imperatoru Adrianla eramızın 2-ci əsri. Bu hətta qulların öldürülməsini qadağan edən şəxs olmuşdur Roma imperatoru. Atropatenanın Selevkilər dövlətinin asılılığı qəbul etməsi eramızdan əvvəl 3-cü əsr olmuşdu. Deməli, yaza bilmirəm tam. Roma sərkərdəsi Antoninin şərqə yürüşü eramızdan əvvəl 36-cı ildə olmuşdu. 6-8 oxşadı. 6-cı ildə olmuşdu. Aha, Baryaksin Makedoniya işğalına qarşı üsyan qaldırması, bu da eramızdan əvvəl 327 ölkədə olmasından istifadə etməmişdi. Hindistana getmişdi həmin vaxtda Makedoniyalı İskəndər. Uşaqlar daha əvvəl olduğuna görə eramızdan əvvəl elə 4-cü əsri götürəcəyik də. Ona görə Y variantı götürürük 45-də. 46. Göstərilənlər nəticəsidir. Aha, uşaqlar, bax, ZSV ləğv edildi ifadəsini görən kimi ikinci konstitusiya gəlsin ağlınıza. O dəqiqə 1922-də yaradılır, 1936-cı ildə SSR-in ikinci konstitusiyası ilə ləğv edilir və Azərbaycan SSR-i, Gürcüstan SSR-i, Ermənistan SSR-i birbaşa Sovet İttifaqının tərkibinə müttəfiq respublika elan edilir. Yəni onun tərkibinə daxil olur. Ona görə 46-da C götürəcəksiniz birbaşa. Sonra 47. Heydər Əliyevin Azərbaycan SSR-i rəhbərliyi dövründə mədəniyyət sahəsində həyata keçirilmiş tədbirlərinə aiddir. Mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlərə. Aha, SSR Elmlər Akademiyasının yaradılması bu 1945-də Heydər Əliyevə düşmür. Heydər Əliyev 1969-1982-ci illərdə olmuşdu hakimiyyətdə. Yəni ilk rəhbərliyi dövrünə. Şuşanın tarixi memarlıq qoruğuna çevrilməsi, bəli, bu düzdür. Bunu götürəcəksiniz. 2-ni. Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsini bunu da götürəcəksiniz. 3-ü. İcbari 10 illik təhsil, xeyr, 1966 o düşür Vəli Axundovun dövrünə. Ona görə 47-də götürəcəksiniz. 2 ilə 3-ü. D variantı. Sonra Ağqoyunlu dövlətinin mövcudluğu dövrünə aid deyil. Yəni 1468-də 1503-cü il, ikinci, yəni qolunun süqutuna qədər gəlin götürək. Osmanlı dövlətinin durğunluq dövrünün başlanması. Elə uşaqlar bu düşmür də. 16-cı əsrin ümumiyyətlə 70-ci illəri hələ Ağqoyunlu dövləti mövcud deyildi. Tüdorların baxaq, Sualəsinin hakimiyyətə gəlməsi. Bu 1455, yəni 15-ci əsrin 50-ci illəri idi. Ağqoyunlu 1468-ci ildən 1503-cü ildə olduğuna görə, aha, Tüdorların hakimiyyətə gəlməsi deyir. 1455-85-də müharibə olur, 85-də gəlir. Yəni bu düşür. Uqra görüşü 1480-dir, bu da düşür. Hindistana dəniz yolunun kəşf edilməsi, bu da düşür. 15-ci əsrin 90-cı illərdə Qranada əmirliyi də 1492-15-ci əsrin 90-cı illərdə bu da düşür. Bir sözlə 48-də A variantı düşmür. 49. ABŞ tarixində 19-cu əsrin əvvəllərinə aiddir. 19-cu əsrin əvvəllərinə. Deməli, imperiya idarə üsulu ABŞ-da imperiya deyil. Ştatlar formasına ümumiyyətlə bunu götürmürsünüz. Rusiya ilə müharibə aparılması. Rusiya ilə baxın görün ABŞ-ın 19-cu əsrin əvvəllərinə hər hansı bir müharibəsi varmı? Xeyr, yoxdur. İşğal yolu ilə ərazilərinin genişləndirilməsi. Bəli, ABŞ 19-cu əsrin əvvəllərində mübarizə yoluna, hətta dinc yolla ərazilərinin genişləndirilməsi ifadəsi olsa belə onu da düz götürəcəksiniz. Luiziananı xatırlayın. İngiltərə mallarının ticarətinə qadağa qoyulması. İngiltərə mallarının ticarətinə qadağa qoyulması 19-cu əsrin əvvəllərində, bəli, bu da aiddir. Niyə uşaqlar? Yadınıza düşür, biz deyirdik axı, ABŞ ümumiyyətlə ABŞ İngiltərənin içindən çıxarıq. Yəni o xalq əslində elə özü də ingilislərdir. Sadəcə olaraq Amerikada öz müstəqilliklərini sonra elan edirlər. Amma Amerikanı öz vətənləri hesab edirlər. İngiltərədə ümumiyyətlə onlara qadağa qoymuşdu. Sonra ABŞ da İngiltərə mallarının ticarətinə qadağa qoyur. Almaniyaya qarşı revanşizm siyasəti, xeyr, bunu Fransa irəli sürmüşdü. ABŞ-ın 19-cu əsrin sırf 50-ci illərinə aid ifadəsini versək, götürəcəksiniz 3-ü, bir də 4-ü götürəcək. İşğal yoluna ərazilərinin genişləndirilməsi, bir də İngiltərə mallarının ticarətinə aid qadağa qoyulması.
Əslində uşaqlar burada işğal yolu ilə deyil, dinc yolu ilə İngiltərə mallarının ticarətinə qadağa qoyulması da bu ifadələri Fransa tarixinin 19-cu əsrin əvvəllərindən verilməsi daha doğru olardı. ABŞ tarixinə verilməsi uşaqlarda çaşqınlıq yaradır ki, kitabda olmayan hər hansı məlumatların tarixi biliyimizə əsaslanıb nəsə deyə bilərik. Müəllimlər, bu ümumiyyətlə kitabda olmayan hər hansı materialdırsa, onu demək şagirdə düzgün deyil. 50. İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq münasibətlərə aid deyil. ABŞ Konqresində birtərəflik haqqında qanun qəbul edilməsi 2-ci Dünya müharibəsindən sonra deyir axı. Birtərəflik haqqında qanun qəbul edilməsi bu 2-ci Dünya müharibəsindən əvvəldir. 30-cu illərdədir. Bunu elə götürmür. Misir-İsrail arasında müharibə bu sonradır. Soyuq müharibə dövründən sonra da 3-cü dünya dövlətlərinin meydana gəlməsi bu da var. Qərbi Berlin statusu məsələsi 1960 bu da var. Kipr adasında 1970-ci ildə bu da var. ABŞ Konqresində bu yoxdur. Niyə? Çünki bu Rooseveltin ümumiyyətlə 2-ci Dünya müharibəsindən əvvəldə 35-dir. Ona görə bunu götürməyəcəyik. 50-də A variantı götürürük. 51. Qədim Romanın Respublika dövrünə aid olmayan xüsusiyyəti müəyyən eləyəcəyik. Qulların öldürülməsini. Aha, elə cavab budur. Bayaq da dedim, bu Adrianın dövrüdür, bu imperiya dövrüdür. Karfagenlə müharibə var. İramızdan əvvəl 264-146-cı illərdir. Pleybeylərin hüququn verilməsi İramızdan əvvəl 5-ci əsrdə var. Vətəndaş müharibəsi İramızdan əvvəl 1-ci əsrdə var. Konsullar tərəfindən, ümumiyyətlə Respublika konsullar tərəfindən idarə edilmişdi. Bu da var. Qulların öldürülməsi imperiyadır. Ona görə də 51-də A variantı götürürük. 52. Azərbaycan Respublikasının 21-ci əsrin ilk 10 illiyinə aiddir. Uşaqlar, burada elə birbaşa deyəcəm. Aşpanın ərazi bütövlüyünün təsdiq edildiyi sənədin imzalanması. Bəli, ilk 10 illik dedikdə uşaqlar 2001-ci il, məsələn 2000 ildən düz 2010-cu ilə qədər olan hadisələri götürəcəksiniz. Deməli, burada açıq tipli test tapşırıqlarına, gəlin bunlara deyək, dünya Azərbaycanların artıq qurultaylarının keçirilməsində əslində illərini yığışdırıblar. Ümumi olaraq, yəni qurultaylar keçirilmişdir. Bu ifadəni bilsəz, yəni kifayət eləyəcək. Bəzi şeylər var ki, onlar çıxarılıb. Məsələn, BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü bu 2-ci 10 illiyə düşür. Bakıda ilk Avropa oyunlarının keçirilməsi 2-ci 10 illikdir. Bu İpək yolunun 1998 olduğuna görə bu 20-ci əsrin 90-cı illərdir. Bunlar düşmür. 52-də A götürəcəksiniz. 53. İngiltərə tarixində 17-ci əsrin birinci yarısına aid olanları müəyyən eləyin. 17-ci əsrin birinci yarısında Stuartlar sülaləsinin parlamenti buraxması 17-ci əsrin elə birinci yarısına düşür də, bəli. Ümumiyyətlə buraxır, sonra mübarizə başlayır da, elə vətəndaş 1640-cı bu düzdür uşaqlar, yəni düşür. Cromwell tərəfindən hərbi diktatura əgər 1653-dürsə, bu gəlir düşür 17-ci əsrin ikinci yarısına. Bunu götürməyəcəyik. Sonra Anglikan kilsəsinin yaranması 16-cı əsrdə bu ümumiyyətlə düşmür. Vətəndaş müharibəsi elə böyle, o da Stuartların dövründə idi də, o da düşür. 1602 dəfə olur. 1642-dən 1646-ya 1648, amma hər ikisi də düşür. Ona görə 53-də cavab olaraq götürdük nələri? 1-i, bir də 4-ü götürdük cavab olaraq. 54-cü suala baxaq. Deməli, 1-ci Dünya müharibəsi dövründə monarxiya idarə üsulunun devrildiyi dövlətlər. Uşaqlar, baxın, 1-ci Dünya müharibəsinin sırf dövrünü istədiyinə görə Rusiya da devrilmişdi. 54-də götürəcəksiniz 2-ni. Bir də Almaniyada devrilmişdi 3-ü. Böyük Britaniyada imperiyanın adını çəkmirik. Osmanlıda da 1-ci Dünya müharibəsindən sonra götürəcəyik. Ona görə 2 ilə 3 götürəcəyik cavab olaraq. 2 və 3. Burada nə götürdük cavab? 1 və 4. 53-də 1 ilə 4, 54-də 2 ilə 3. 55. Xəritədə rəqəmlərlə göstərilən xanlıqlara aid oxşar cəhət uşaqlar 2 Şamaxıdır, 1 isə Qarabağdır. Gəlin baxaq. Bir müddət Quba xanlığından asılı olmuşdu. Quba xanlığından tutaq ki Şamaxı götürdük. Qarabağ asılı olmayıb, götürmürük. 19, yəni bu getdi. 19-cu əsrin 1-ci rübündə Rusiya ilə müqavilə imzalamışdı. Bəli, Kürəkçay müqaviləsi 1805, 1825-ə qədər nə varsa 1-ci rübüdür. Ona görə bu düşür. Buna plus qoyaq. Hacı Çələbiyə qarşı Gürcü çarı ilə ittifaq yaratmışdı. Hacı Çələbiyə qarşı Gürcü çarı ilə ittifaq dedikdə ağlınıza o dəqiqə Qızılqaya xəyanəti gəlsin. Qızılqaya xəyanətinin içərisində Qarabağ var idi, Şamaxı yox idi. Ona görə bunu götürmürük. Ağa Məhəmməd Şah Qacarın yürüşünə məruz qalması, bəli, 1797-ci ildə yürüşünə məruz qalmışdı. Ona görə cavab olaraq nə götürdük uşaqlar? Deməli 2, bir də 4. 2 və 4 götürdük.
Aha, sual 56. Qacarlar dövründə Cənubi Azərbaycana aid xronoloji ardıcıllığı müəyyən eləyin. Sıralamanı bizdən istəyir. Xalisə torpaqlarının satılması 19-cu əsrin 80-ci illəridir. 1880. Babillər hərəkatının yatırılması deyirsə 1848-də başlayıb 1852-dir. Yaza bilmirəm. 1852 bircə dəqiqə. 1852-dir. Tənbəki 1891-dir. Konstitusiyanın qəbul edilməsi də 1906-cı illərdədir. Ona görə götürəcəyi 56-da sırayla 1906 təbii ki, ən axırda olacaq. 56-da sırasını əslində yazmadım, amma 2, 1, 3 və 4 bu formada olmalıdır. Uyğunluğu müəyyən edin. Muş döyüşü, bir də Şəməsi döyüşü. Baxaq. Demək, Şirvanşah və Ağqoyunların birləşmiş qüvvələri qalib gəldi. Bunu heç birinə götürməyəcəyik. Çünki nə Muşda, nə də Şəməsidə Şirvanşahla Ağqoyunların birləşməyib. Ağqoyunlar tək başına Şirvanla birləşməyib. Qızılbaşların məğlubiyyəti ilə nəticələndi ifadəsi verirsə, təbii ki, bunu 2-yə götürəcəyik B-ni. Ağqoyunlar məğlub eləmişdi. 15-ci əsrin birinci yarısında baş vermişdi deyirsə, 15-ci əsrin birinci yarısına götürməyəcəyik. Heç birini 1494, 1460, 15-ci əsrin ikinci yarısıdır. Məğlub dövlətin süqutu sürətləndi. Baxın, bunu Muş döyüşünə götürəcəyik. Niyə? Məğlub dövlət Qaraqoyunludur. 1467-də süqutu sürətlənir Cahanşahın dövründən sonuna doğru. Sonra artıq Həsən Əlinin dövründə dövlət süqut edir. Yəni 1-ə D-ni götürürük. Baharlı hökmdar Cahanşah məğlub edildi. 1-ə həmçinin həm D-ni götürürük, həm də Y-ni götürürük. 2-yə də götürürük B-ni. Yəni 1 D-Y, 2-yə də B-ni götürürük. Gəldik sonuncu 6, deməli 58, 59, 60-ı da eləyək, tamamlayaq. Mənbəmi mən oxumuşam. Siz də mənbəni ayrıca oxuyacaqsınız. 11-ci Qızıl Doğru Axıcıdan söhbət gedir. Deyir, mənbədə adı çəkilən dövlət xadiminin, baxın, bircə dəqiqə PDF-ləri də atacağım Telegram kanalına. 11-ci Qırmızı Ordunun ön hissələrinin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində olduğu bir vaxtda Azərbaycan İnqilab Komitəsi qanuni hökuməti devrəyib, hakimiyyəti qəsb etməsinə qanuni don geydirməyə çalışırdı. Bu məqsədlə kommunistlərin nümayəndə heyəti hakimiyyəti Nəriman Nərimanovun başçılıq etdiyi Sovet kəndli hökumətinə təslim etmək barədə ultimatumu parlamentə təqdim etdi. Həmin ultimatumu müzakirə etmək üçün parlament iclasına əvvəl komissiya yaradıldı. Komissiya ultimatuma cavab olaraq öz şərtlərini hazırladı və bu şərtlər parlamentin müzakirəsinə verildi. Mənbədə adı çəkilən dövlət xadiminin Cümhuriyyətin devrilməsindən sonra rəhbərlik etdiyi hakimiyyət orqanının adını yazın uşaqlar. Nəriman Nərimanov Azərbaycan Xalq Komissarlığı Soveti icra edici orqanının rəhbərliyi olub. Elə bura Azərbaycan Xalq Komissarlığı Soveti yazsaz kifayətdir. İşğal ərəfəsində Cümhuriyyətin şimal sərhədlərinin müdafiəsiz qalmasının səbəbi nə idi? Aha, bu heç nə. Qarabağda rusların parçala hökmranlıq et siyasəti idi. Qarabağda ermənilər qiyam qaldırmışdı. Ona görə də erməni qüvvələrinə qarşı milli ordumuz şimaldan ordunu aparmışdı Qarabağa. Bu cavab belə yaza bilərsiniz. 60 parlamentin hakimiyyəti kommunistlərə təhvil verərkən qoyduğu şərtlərdən ikisini yazın. Bir dedi ki, 11-ci Qızıl Ordu Bakıya daxil olmasın. Bir də müstəqilliyimiz ordumuz qorunub saxlanılsın. Amma təbii ki, həm 11-ci Ordu Bakıya daxil oldu, həm də müstəqilliyimiz qoruyub saxlanılmır. Sonra Azərbaycan SSR-nin dövründə ordumuz ləğv edilir. Bu qədər.